Bilirəm ki, hamı indi izləyir. Deyirlər ki, xoş gedəm xanım. Tamaşaçılarda, bəli, burada çoxluqlardan mən danışacağım. Anar müəllim heç çıxmışdı, son gün dedi ki, mən artıq düzdür. Nəticəsini deyə bilərəm, amma demirəm. Çünki geri çəkil. Yox, demirəm. İstəmirəm. Bəs mən istəmirəm, yaxşı. Yox, siz istəmədiniz axı çıxdınız. Mən də istəyirəm ki, açıqladım da 79% istəmir. 21% Sizdə 79 istəmir. Bəli, 79 demir. Açıqlamışam da onda. Onda bilin də deyəndə 21% istəyir mənim. Onu da deyin, necə olur? Bilmirəm 10%, hə 11%. Hə, və vəsə bundan böyük şərəf var. Bilmirəm. Deməli, Nemətə 27% bəli, xeyr 56, bilmirəm 17. Bana tez borcalığına Nemətə. İlahədə də demək olar ki, elədi. Bircə deməli Nemətdə bir dəqiqə görüm onda, hə. İlahə, Uğur və Ayşə. Demək olar ki, üçü Marinada da, Marinanı mən açıqlayayım. Marinada yox 70%. Hə 18, bilmirəm 12. Yaxşı tutaşmışıq, əladır. Marina çox istəyirəm, Marina. Əladır, əla, vallahi. Dərdiniz bir dərdi. İki sevgi eyni olmasa olan keç vaxt düz gəlmir. Görürsən, mən də 79 İndi bax, öz başına niyə iş açırsan? Mariyan dərdiniz bir belə. Bax, indi deyəcəklər ki, belə, sonra evə gedəndə sənə nə nə... deyək, evdə də bilirlər ki, mən sədaqətli kişiyəm də 32-33 ildir bir yerdəyəm. O da var. Bəli. Güvən var da, əsas odur. Deməli, Ayşə, Uğur və İlahə. Amma burada çoxluq dünən hər şey dəyişdi. Ayşə, İlahə, Uğur. Ayşə olacaq. Sual verirəm Uğur'a. Uğur, burada kim istəyərdin ki, bu 40 min aparsın? Xoş gələm qalım. Həqiqətən, yəni mən sujetlərdə demişəm. Yenə də həqiqətən deyirəm ki, şəxsən mən istəyərdim ki, Ayşə bacım 40 minə sahib olsun. Təhsilinə görə yox, ən azından az miqdarda olsa sağlamlığına qovuşsun. Mən onu şəxsən çox istəyirəm. Verək İlahiyə. Sən kim istəyərdin? O deyəcək özümü. Çünki gəlsin İlahənin uşaqları bura. Mənim ürəyim ağrıyır o uşaqlara. Uşaqlar mənim yaralı yerimdir. Özünü deyə bilər də, belə çıxır. Mənim ürəklərim. Ayşə, İlahə. Nətər, o arxasından ona soğuşsun. Bunun... Bu nədir, bu necə bağırıyor bunu? Fatimə, dur anasının yanında otursun uşaqlar. İlahə öz uşaqlarına baxanda təbii ki, öz uşaqlarını deyəcək. Çünki üç körpəsi... İlahə, sən də heç nədən çəkinmədən fikrini de. Burada heç kəsə məcbur deyilsən ki, deyəsən Uğur və ya ürəyin nə istəyirsə onu denən. Saxtakarlığa, yalana ehtiyac yoxdur. O kameraya baxıb yalan danışmağa ehtiyac yoxdur. De. Niyə istəməsin ki, belə götürəndə? Aha. Anar sən denən, sən daha cəsarətlisən. Uşaqlarıma lazımdır. Uşaqlarına istəyirsən. İlahə sən? Əlbəttə, balalarım yazıqdır. Balalarım. O dünənki pulu, xoş gələm xanım, o pulları yığıb ora bir bankanın içinə deyməni ev tikdirəcəm. Deymə, nə yiyi, nə içi. Dünən bir zulümlə tükən aparıb da biraz... Bilirəm. Ver Ayşəmə. Ehtiyacım var mənə. Nur. Çünki Nur mənim üzlü. ehtiyacım yoxdur. Sənin ehtiyacın yalnız təhsildir. Mənim təhsildir. Ayşə, dünən bir daha ki sənin bu
o qədər nurlusan ki Ayşə, o qədər gözəlsən ki, üzündən nur tökülür. Məsumluq, məsumiyyət, səmimiyyət. Mən sənin anana o qədər minnətdaram. Baxın, anaya bax, qızına necə dəstək verir. Təhsilinə dəstək verir, ona baxır. Belə analar lazımdır. Biz belə analar istəyirik. Belə anaları bu studiyada görmək istəyirəm. Ayşə kimi aydınları studiyamızda görmək istəyirəm. Dünən gəlmişdi kim? Türk dünyasında tanınan müğənnimiz, düzdürmü? Doğuş bəy, elədir mi? Düz. Onun gözəl bir sizdən xahişi oldu. Dedi ki, Xoşgənəm xanım, biz evi bu adamlara verməyə kömək edək. Dedi. Bax, bu da pürüz. Ben niye Doğuşu bəlkə kimsə deyib fikirləşib müğənni kimi, amma sizin verilişdə iştirak etmək istəksə, o deməkdə öldüm. Həm də özü demişkən, sizə o dayaqdır. Və onun da böyük arzusu var ki, o uşaqlar çöldə, hətta deyir ki, o evdə öl. Bu da eşitilir. İnanın mənə Anar müəllim, and olsun Allaha, bəlkə də bunu bilmirəm kimlər necə qiymətləndirəcəksə, Allah bilsin, onlar bilsin, insafları bilsin. Bugün mən səhər erkən gəldim, çünki çəkilişim var idi. Mənim qarşımı kəsdi yolda. Mənə dedi ki, sən dünən amma söz vermədin ha, ilahiyə ev tikdirəcəksən. Dedim, mən sözü ona görə verə bilərəm ki, mənim pulum olsun. Mən yalan söz verə bilmərəm. Təbii. Mən dedim ki, qoy, baxarıq. Kömək edirəm. Kömək edərik insanlarla. Çünki mən iş adamı falan deyirəm ki, mən də jurnalistəm. Mən hardan iş... Yox, dediniz onu, üzrsən, dediniz ki, iş adamlarından xahiş edirəm. Bəli. Mənə dedi ki, sən nə olar, efirdən söz ver. Çünki bilirək ki, mən söz verəndə söz mənim şərəf və namusumdur. Bəli. Dedim, yox, mən o sözü vermirəm. Amma mən əlimdən gələni edəcəyəm. Və mən əlbəttə ki, əlimdən gələni sizlər üçün edəcəyəm. Öncə sənin anandır. Sənə deyim ki, gələn həftə sənin ananla bağlı artıq xəbərlərimiz olacaq. Amma ilahə, dostlar, bu pul Ayşəyə verildi. Ayşəm! Ayşəm! Ayşə, alkışlayın Ayşəni. Təhsil! Təhsil! Ayşə kızımız, güzel kızımız. Ayşe güzel, Ayşe'nin güzel nenesi. Benim Ayşe'nin güzel nenesi. Ayşe, bilirsən hələ nələr var. Deməli, amma bununla bitmir. Sənin təhsilin 40 mindən bitmir. 40 mindən bitmir. Çünki sənin təhsil almaq istədiyin ali məktəb ki var, orada təhsil haqqı çox yüksəkdir. Dünyanın ən belə deyək, gözəl universitetlərindən biri, o universitetlər ki, fiziki qüsurlu, belə deyək, gənclər üçün nəzərdə tutulub. Çox böyük məbləğlər tələb edən 40 min manat sənə verilir. Amma 40 mindən iş bitmir. Və bugün hər dəqiqə göstərilən bir şəxs var idi orada. Bilirsən o kim idi? Bilmək istəyirsənsə gəlsin studiyaya. Buyurun studiyaya. $40 min manat Ayşe için. Və qeyd eləyim ki, mikrofon verin mənə. Qeyd eləyim ki, Ayşənin təhsil almaq istədi. Ay, nə gözəl güllər gəlib mənə. Təşəkkür edirəm. Çox minnətdarım.
Çok teşekkür ederim. Erdal Bey, bizim bir dakika izninizle bunu burada koyun. Ben qeyd edeyim ki, həqiqətən də bizim çox dəyərli bir insan hal-hazırda bizim studiyamızdadır. Erdal Dursun, Profesör Doktor Beynəlxalq Elm və Texnologiya Universitetinin rektoru Polşadan. Və burada tədbirdəydi, tədbirlərin birində bizim buradaki qızımız Ayşə ilə bağlı məlumat verəndə mən dedi, kömək edə bilərəm. Çünki burada məbləğ çox böyükdür. Yəni 40 mindən bitmir. Məsələn, Ayşə kimi bir qızımızın orada təhsil alması üçün indi 40 mini biz verək. 40 minin üstü nə qədər pul qoymalıyıq ki, Ayşə orada təhsil alsın. Öncelikle herkesin bayramını kutluyorum. Sizlerle birlikte olmaktan, buraya konuk olmaktan büyük onur ve gurur duyuyorum. Sizin de söylediğiniz gibi kardeş ülke Azerbaycan'da bir ziyaretim sırasında Ayşe kızımızın videosunu Ve izledim. TikTok'ta çok yayılmıştı, Evet, düzdür. ve bundan çok etkilendim. Sağ olsun Ramal Beyler müracaat ettiler. Kızımızla ilgili, kariyer hedefleriyle ilgili hayallerini benimle paylaştılar. O süreçi gördünüz mü? O nasıl Evet. orada ağlayır, necə ağlayır, evet, necə anasının həqiqətən yəni çox insanlara, çox Ayşə kimi insanlara bir işıq oldu doktor. Sayın benim profesörüm, buyurun. Sağ olun, eksik olmayın. Özellikle kariyer hedefi bizi çok etkiledi. Annesinin ona bakış açısı, annesinin ona bu zamana kadar desteği bizleri çok etkiledi. Biz özellikle yeni nesil teknolojiler, bilişim ağırlıklı, engellerin kalktığı yeni nesil bir üniversiteyiz. Ayşe kızımız gibi adaylarımıza öncelik veriyoruz. Kendisini öncelikle fakülte eğitimi, sonrasında da master ve doktora eğitimlerini tamamını biz üstleniyoruz. Esasında fakülte eğitimimiz de 100.000 manatın üzerinde ciddi bir bütçe oluşturuyor. Ama bu bütçenin tamamını onu sıfırdan alıp bir ilke imza atacak şekilde profesörlüğe kadar götürecek. Eğer ki bu kariyer yolculuğuna bizimle devam etmek istiyorsa akademisyenliğe götürecek kadar. Yani 40 mindən sonra siz Tabii diğer ki. o xərclər ki var ha, onu siz öz üzerinizə götürürsünüz. Bak sonra yani 40 Yok. minin sonra mənə pul falan ben burada onu eləyə bilməyəcəm. Çünkü onu veren şəxs 40 mini sadece 40 min dedi. Burada da 40 mindi. Siz 40 mini biz ödedikten sonra geri kalan ta ki bitirene kadar her şeyi öz üzerinize götürürsünüz mü? Biz bütün onun kariyer yolculuğundaki tüm bütçesini üstlenmeye burada herkesin önünde söz veriyoruz. Ayşe, 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 Ayşe. Ayşem, gözler sevinç gözyaşlarıdır. Ayşemin sevinç gözyaşlarıdır. Benim yüreğimdi. Ayşe sen ümit oldun. Senin kimi yüzlerle, minlerle balalarımıza, insanlarımıza dedin ki ümit, inam, okumak lazımdır. Her cür ben sen bilirsən burada necə gözləyirəm. Sen bura geleceksen yeriyerek diplomunla. Ben bunu gözləyirəm. Ağlamak yok. Ağlamak yok, sen benim çiçeğimsen. Bir de mikrofon tutak, çiçeğim danışsın. Benim çiçeğim Ramal kömeğiyle. Teşekkür ederim. Başta size muhterem benim sonra reklamımızın Bizim değerli rektorumuz. Baştan Ziyalı, aydın, insan kimi insan. Teşekkür ederim size. Ben sizin gibi insanlarla gurur Çok sağ duyuyorum olun, çok Erdal sağ Bey. olun. Minnətdarlığımı bildirəm hər şeyə qədər. Sizin kimi Xoş qədəm qalım insanlara sizin. deyirəm ki, ne yaxşı ki bu hayatta sizin kimi insanlarla da Allah beni karşılaştırır. Ne yaxşı ki sizin kimi ziyalı var, ne yaxşı ki sizin kimi insanlar var. Bugünler büyük bir işe imza atırsınız. Buna bazı insanlar bunu elə belə iş bilə bilər. Əsla. Bu çok büyük bir iştir. Çok büyük bir iştir. Bugün elə bir üniversitete
rəhbərlik eləmək, Ayşə kimi balalarımıza qucaq açmaq, bu cür insanlarımıza ümid vermək, həyat eşqi vermək, onları yaşatmaq ən böyük xeyriyyə budur. Mərhəmət budur, ən böyük yaxşılıq budur. Mən sizə minnətdaram. Ben de sizlere minnettarım. Buna vesile oldunuz, buna aracı oldunuz. İhtiyacı olanlarla bizleri buluşturdunuz. Ayşə. Çiçəkli Ayşəm. Pəmbəm. Sevincindən Sevinç göz yaşıdır. Bu arzuyu bugünü danış. Beni yaşattığınız için herkese teşekkür ederim. Arzumu yerine getirdiğim için. Ben o uşaq vaxtından okumak istedim. Evet değildim, çok okuyacağım. Başta roman benim olmakla size herkese teşekkür ederim. Ayşə, sənə bir şey deyim. İndi artıq müraciətləri də bugün baş vuracaq. Onun deməli o sənin qəbul kağızında gəlmə, xahiş edirəm. Mən birbaşa evə göndərəcəm. Razıyıq? Razıyıq. Teşekkür. Bir de şunu da ekleyeyim. Ayşe bizimle beraber bizim üniversitemizde okuyacak, mezun olacak. Önce araştırma görevlisi olacak, sonra öğretim görevlisi olacak. Bizde görev alacak. Onun da sözünü veriyorum buradan. Xoşqədəm xanım, sizə minnətdarlıq eləyirəm. Nə qədər sevincimin həddi yoxdur, sənə qurban olum. Ramal müəllim, sənə minnətdar eləyirəm, təşəkkür eləyirəm, çox sağ ol. Sənə minnətdaram, təşəkkür eləyirəm. Nə yaxşı ki, gəldiniz Ərdal bəy. Məni duyulandırdınız. Mənim... Dostlar, mən sizdən Ayşəni təbrik etmənizi gözləyirdim. İnsan uduzanda da, belə deyək də, yəni uduzanda da bir dənə Uğur'un anası gəldi, görüşdü. Mən xahiş eləyirəm, İlahə, Anar, onsuz da sizlərə də kömək edəcəyik. Qalxın ayağa, təbrik edin. İnsan uduzanda da udanı, zəfər çalanı alqışlamağı bacarmalıdır. Alqışlamağı bacarmalıdır. Mən bayaqdan görüşdüm, bayaqdan öpdüm, görüşdüm. Görüşün, qucaqlayın. Ayşəni təbrik edin. Mən bayaqdan görüşüb demişim, valla. Marina, Ayşəni təbrik elə. Ayşə, mən ilk səndən gözləyirdim. Marina, mənə elə gəldi ki, Ayşəni sən də qızının oxumasını istəyirdim. Buyur. Xoşqədəm xanım, həqiqətən çox sevindim. Həqiqətən çox dəhşət dərəcədə sevindim Ayşə bacımıza verilməsinə. Ayşə bacı, oxumamışam. Mənim anam mənə çox deyib oxumamışam. Həqiqətən. Bugünkü gün təsirsizəm. Amma çalış, məqsədindən dönmə. Öpürəm sənin əllərindən, sənin ananın əllərindən. Səni bura gətirib, amma məqsədindən dönmə. Çalış oxu. İnşallah sən yüksək vəzifələrdə, inşallah yeriyə gələndə görək burada. İnşallah. Allahın izni ilə, amin. Anar. Təbrik edirəm, Allah xeyir versin. Necə? Deyirəm, təbrik edirəm, Allah xeyir versin. Allah xeyir versin. Xeyirli olsun. Uğurlu olsun Ayşəmə. Alqışlayaq Ayşəmi. Sayın professorum, mənim Ayşəmin üzünü güldürdüyünüz üçün mən Xoşqədəm hər zaman sizin yanınızdayım. Hər zaman sizə dəstək vermək üçün bilin ki, sizin yanınızdayım. Çünki siz təhsil adamısınız. Mən təhsil. Bütün balalarımızın təhsili olmasını istəyirəm. Çünki təhsillə bütün başarıları əldə etmək olur. Təhsillə bizi gələcəyə gedə bilərik. Təhsilsiz cəmiyyət mənə görə bitmiş cəmiyyətdir.